lisensiyası əsasında fəaliyyət göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Hər birinizi salamlayıram. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Sizlə mənəm Alidə Mustafayeva. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Asan Radio və Nazirliyin Facebook səhifəsində video formatda canlı yayımdayıq. Suallarınızı şərh bölməsinə 070 65 56 100 WhatsApp nömrəsindən yaza və 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Bugün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Məhsulların İnkişafı Departamentinin müdiri Emil Rüstəmovla MyGov platformasında son yeniliklər barədə danışacağıq. Emil bəy, salamlayıram, xoş gəlmisiniz. Salam Alidə xanım, təşəkkür edirəm dəvətə görə. Çox sağ olun. MyGov platforması bu yaxınlarda 1 yaşını qeyd etdi. Bu 1 il ərzində platformanın inkişafı və nailiyyətləri barədə ilk olaraq danışardınız. Ümumiyyətlə bilirsiniz, MyGov portalından əvvəl eGov portalı var idi. Bu elektron hökumətin inkişaf mərkəzi tərəfindən yaradılmışdı və daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən ötən ilin sentyabr ayında platforma tamamilə yenidən formalaşdı və tam yeni bazada fəaliyyətə davam elədi. Hal-hazırda platformada unikal istifadəçi sayı 1,9 milyona çatıb. Yəni son 1 il ərzində əldə olunmuş nailiyyətə görə. Bu unikal istifadəçilərdir, yəni hər qeydiyyatdan keçmiş istifadəçinin sayıdır və bu göstərici çox sürətlə artır. Cari ilin sentyabrında ötən illə müqayisədə 87% artım olub ki, bu da beynəlxalq belə göstəricilərə, beynəlxalq təcrübədə çox yaxşı nailiyyətdir. Aktiv istifadəçilərin sayı isə 750 mini keçib. Yəni bu da aktiv istifadəçi nə deməkdir? Ən azı bir dəfə son 1 ay ərzində ən azı bir dəfə platformaya daxil olan vətəndaşlar. Bu da təxminən ümumi istifadəçi bazanın 40%-ni keçir. Nəzərə alsaq ki, dövlət xidmətlərindən ibarət bir mobil tətbiqdir və burada belə deyim, gündəlik əsasda platformadan istifadə olunur. Ona görə aktivlik baxımından kifayət qədər yaxşı bir göstəricidir. Bir dənə də maraqlı bir fakt deyim, mobil tətbiqlərin reytinqini ölçən bir AppFigures platforması var və həmin platformanın nəticələrinə əsasən reytinqə görə bu dəqiqə MyGov platforması ölkədə produktivlik mövzusu üzrə yerli tətbiqlərlə müqayisədə birinci yerdədir. Yəni bizim hal-hazırda yarışdığımız ChatGPT, Google Gemini kimi applərdir, tətbiqlərdir yalnız. Ümumiyyətlə overall kateqoriyasında isə top 3-lükdədir. Deməli, yenə də eyni qeyd etdiyim beynəlxalq mobil platformalarla yarışırıq. Yəni ona görə bunu qeyd edirəm ki, bir növ son 1 il ərzində MyGov platforması vətəndaşların bu qədər etimadını qazanıb ki, artıq beynəlxalq reytinqlərdə də kifayət qədər irəliləmişik. Aydındır. Bəs bu müddət ərzində MyGov üzərindən neçə xidmət istifadəyə verilib və vətəndaşların rəqəmsal dövlət xidmətlərindən istifadəsi hansı göstəricilərlə artıb? Hal-hazırda platformada əslində 400-ə yaxın bir xidmət var. Bu xidmətlərin əksəriyyəti iFrame dediyimiz texniki inteqrasiya vasitəsilə həyata keçirilir. Yəni vətəndaş platformaya daxil olur və orada dövlət qurumunun veb-saytına ya yönləndirilir, ya da ki, həmin veb-sayt üzərindən xidmət həyata keçirilir. Amma biz müasir texniki inteqrasiya yanaşması olan API üzərindən artıq bir çox xidmətləri, artıq 40-a yaxın xidmətləri platformanın özünə inteqrasiya etmişik. Bu da o deməkdir ki, vətəndaş platforma daxilində eyni dizayn üslubu ilə dövlət xidmətinə müraciət eləyir, lazımdırsa rüsumunu ödəyir və hər hansı bir müraciətin statusu barədə məlumat alır. Yəni platformadan kənara çıxmadan, istər web, istər mobil tətbiq üzərindən. Ümumilikdə xidmət sayı 400-ə yaxındır, amma biz bundan sonra da yəqin danışacağımız həyat hadisələri üzrə çalışırıq, xidmətlərin rəqəmsallaşdırmasına həyata keçirək. Bəs daha çox hansı istiqamətlərdə xidmət və məlumatlar rəqəmsallaşdırılır və bu sahələr nəyə əsasən seçilir? Bilirsiniz, biz hal-hazırda İRIA-da məhsul idarə etməsi çərçivəsində biz müasir layihə idarə etmə yanaşması tətbiq edirik. Buna Agile deyilir və Agile layihə idarə etməsi
əsas prinsiplərindən biri istifadəçilərə verilən dəyərdir. Yəni biz xidmətləri seçəndə, dövlət xidmətlərini seçəndə əsasən hansı müddət ərzində nə qədər vətəndaşa daha çox dəyər verəcək xidmətlər, o istiqamətdə çalışırıq həmişə prioritet verək. Ona görə düşünürük, təhlil edirik həm fiziki xidmətləri, həm hal-hazırda rəqəmsal xidmətlər, hansılar ki, təkmilləşmə ehtiyacı var, daha da sadələşmə ehtiyacı var. Eyni zamanda biz iri olaraq öz mandatımız çərçivəsində həmçinin dövlət qurumları ilə rəqəmsallaşma üzrə yol xəritələri də tərtib edirik. Qurumlarla sıx əməkdaşlıq çərçivəsində biz onların xidmətlərini həm özləri ilə birlikdə bu arada təhlil edirik. Daha sonra rəqəmsallaşma deyəndə bu arada hal-hazırda olan deyək ki, hər hansı bir əgər çətin bir xidmət prosesi varsa, biz onu çalışırıq sadələşdirək, bəzi addımları hətta tamamilə aradan qaldıraq və ondan sonra artıq MyGov platformasına gətirək ki, vətəndaş daha belə deyim, daha sadə, daha rahat bir xidmətdən yararlansın. Burada ilk öncə dövlət qurumları öz xidmətlərinin belə deyim, biraz öncə qeyd etdiyim API üzərindən qeydiyyatdan keçirməlidir milli məlumat sisteminə, yəni bildiyimiz Digital Bridge sisteminə. Daha sonra oradan artıq MyGov platforması üzərindən rəqəmsallaşdırılır. Bu yaxınlarda səhv etmirəmsə, əmək müqaviləsinin imzalanması və işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı da yəni xidmətlər artıq rəqəmsal olaraq vətəndaşların istifadəsinə verildi. Bu xidmətlər haqqında daha ətraflı məlumat verərdiniz? Yəni MyGov platforması üzərindən. Bəli. Biraz öncə də qeyd etdiyim kimi bir çox xidmətlər var platformada və bu xidmətlər insanların belə deyim, həyat hadisələri ətrafında cəmləşib. Yəni gündəlik və ya həftəlik istifadə olunmayacaq xidmətlər olduğuna görə biz düşündük ki, necə edək ki, insanların daha çox belə deyək, həyatında iştirak edək və məsələn, əmək müqaviləsinin imzalanması prosesinin kifayət qədər rahat olmadığı qənaətində idik. Ondan sonra aidiyyatı dövlət qurumları ilə birlikdə daha optimallaşdırdınız. Bəli, optimallaşdırma üzərində iş çalışdıq. Onlarla birlikdə hal-hazırda bu MyGov üzərindən tamamilə avtomatlaşdırılıb. Yəni deyək ki, hər hansı bir vətəndaş öz iş yerini dəyişirsə, onun deyək HR kadrlar bölməsi müəyyən bir dəyişiklik eləyirsə onun müqaviləsinə, bu barədə avtomatik MyGov platformasında bildiriş əldə edir. Daxil olur MyGov-a, orada müqaviləyə olan dəyişiklik və yaxud yeni müqavilə ilə tanış olub elektron imza vasitəsilə onu təsdiqləyir. Heç yerə getmədən, heç yerə yaxınlaşmadan. Həmçinin bunun bir də üstünlüyü odur ki, bildiriş avtomatik gəlir və bildirişlərin ona görə MyGov mobil tətbiqi üzrə bildirişlərin açıq saxlanılması çox vacibdir. Çünki bilirsiniz, bir çox bank və fintech tətbiqlərində davamlı olaraq reklam xarakterli bildirişlər gəlir vətəndaşlara və bəzilərimiz içimən daxil hərdən yorulub onları söndürürük. Amma əslində MyGov kimi vacib dövlət platforması üzrə mən tövsiyə edərdim ki, hər bir vətəndaş o bildirişləri açıq saxlasın. Çünki o bildirişlərlə savayı, məsələn, biz Daxili İşlər Nazirliyi ilə çalışırıq birlikdə ki, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasport və sair sənədlərin müddətinin bitmə zamanı onlara əvvəlcədən proaktiv bildirişlər göndərək və vətəndaşı məlumatlandıraq ki, bax 15 gün qalıb sənin sənədin bitməyinə və yaxud 30 gün qalıb, get bunu yenilə. Eyni qaydada vətəndaş kabineti barədə məlumat vermək istəyərdim. Bu hal-hazırda bizim bir çox dövlət qurumları ilə RSD dediyimiz rəqəmsal sənəd dövriyyəsi elektron hökumət informasiya sistemi alt sistemi üzərindən inteqrasiyamız var. Yəni artıq MyGov platformasından vətəndaşlar öz istənilən dövlət qurumuna rəsmi müraciət edə bilərlər. Bu da bildiyimiz kimi qanunvericilik çərçivəsində 15 iş gün ərzində bütün dövlət qurumları vətəndaşın müraciətini cavablamalıdır. Bunun üçün daxil olur yenə də MyGov-a elektron imza ilə məktub formalaşdırır və elektron imza ilə təsdiqləyir və quruma göndərir.
eyni qaydada qurum tərəfindən ona cavab MyGov vasitəsilə əldə olunur. Bu yəni eyni bildirişlə məlumat alır vətəndaş və istədiyi formada yenə də kommunikasiyanı davam etdirə bilər. Hətta orada yaxın gələcəkdə süni intellekt vasitəsilə məktubun formalaşdırılması, qurumlarla chat funksionallığı və sair kimi xidmətlər buraxmağı planlaşdırırıq. Aydındır. Təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugünkü qonağımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Məhsulların İnkişafı Departamentinin müdiri Emil Rüstəmovdur. Biz MyGov platformasında son yeniliklər barədə danışırıq. Qısa fasiləyə ayrılırıq. Asan Radio. Omid mağazalarından möhtəşəm indirim. Neovod su qızdırıcı 24 kilovatlıq indi 110 manat deyil, 89 manat. Gülben duş dayaq dəsti 84 manat 90 qəpik deyil, cəmi 58 manat 90 qəpik. Xeyli alış-verişlər. Asan Radyo'da reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Avantdan Şərifzadədə yeni premium layihə, müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də Whitebox 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə isə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Diqqət! Bakıda ilk dəfə Rain Man 22 noyabr Jolly Joker səhnəsində. Leyla, sana mecburum ama geri dönemem. Eyvah, ona yine geceleri zehir edemem. Sevilən hitlər, enerjili performans və tamam fərqli atmosfer sizi gözləyir. Yalan söyleme gözlerime bak bu kez. Yalan söyleme gözlerime bak bu kez. Yalan söyleme gözlerime bak bu kez. Biletləri şəhərin kassalarından və ya Adiketazdan əldə edə bilərsiniz. Rain Man-i canlı dinləmək fürsətini qaçırmayın. Tip sahəsində çalışırsınız? Banko Bakuda sizə özəl komissiyasız kredit var. İndi tip işçiləri 50.000 manatadək nağd pul kreditini Banko Bakudan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Banko Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Bir anlıq təsəvvür edin, dənizin sahilində şəxsi villanız. İndi isə təsəvvür edin ki, bu villa sizindir. İnanmağınız gəlmir? Sibris bu xəyalı gerçək etməyə qadirdir. 31 oktyabra kimi xüsusi şərtlərlə sahəsi 230 və 290 kvadrat metr olan şəxsi evlər sizin ola bilər. 5% ilkin ödəniş edirsiniz, qalanını isə 48 aya qədər bölüb hissəli ödəyirsiniz. Ətraflı məlumat üçün 840. Qış macəralarına hazırsınızmı? Lexus sizə möhtəşəm fürsət təqdim edir. Mühərrik yağı, yağ filtri, ön şüşə təmizləyici maye, şüşə silənlər, salon hava filtri, əyləc bəndləri, əyləc diskləri, rezin ayaqaltılar, yük bölməsi örtüyü, xizək daşıyıcı, dam üçün yük qutusu və külək önləyici. Bütün bu orijinal ehtiyat hissələri və aksesuarlarında 25% endirim, akkumulyatorlarda isə 15% endirimdən yararlanın. Sizin təhlükəsizliyiniz bizim prioritetimizdir. Kampaniya 31 dekabrada keçərlidir. Yalnız Lexus Bakı mərkəzində. Diqqət! Tam Store'da ucuz günlər başladı. 11 oktyabrdan 10 manat və üzəri alış-verişdə soğanın 1 kiloqramı 19 qəpik, kartofun 1 kiloqramı 59 qəpik, kələmin 1 kiloqramı
68 qəpik olacaq. Tam Star. Meyvə və tərəvəz bizim işimiz. Şəhərin qəlbində Elmlər Akademiyası metrosunun qarşısında yerləşən premium yaşayış kompleksi Park Akademi. Tam hazır binada çıxarışlı mənzillər. Hər mərtəbədə cəmi 2 mənzil. Park Akademi. Prestij və rahatlıq bir arada. Ətraflı 010 414 1010. Asan Radyo'da reklam 050 60 06 100. 29 oktyabrədək Bravo'da super qiymətlər sizi gözləyir. 2 litrlik yonca qarğıdalı yağı 9 manat 89 qəpik. 450 qramlıq armudu Ceylon çayı 8 manat 99 qəpik. Keyfiyyətli məhsullar üçün Bravo. Doğru seçim. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edir. Bir sual, bir cavab. İşğaldan azad edilən ərazilərdə çalışan mütəxəssislərə hər hansı əlavə məzuniyyət verilirmi? Əmək Məcəlləsinə əsasən azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərdən asılı olmayaraq əlavə 5 təqvim günü məzuniyyət verilir. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim etdi. Bir sual, bir cavab. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcım mənəm Alidə Mustafayeva. Bugünkü qonağımızsa İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Məhsulların İnkişafı Departamentinin müdiri Emil Rüstəmovdur. Biz MyGov platformasında son yeniliklər barədə danışırıq. Emil bəy, siz bayaq qeyd etdiniz, həyatı vacib hadisələr də rəqəmsallaşdırılır. Onlar hansı hadisələrdir, yəni həyat hadisələridir? Alidə xanım, mən bu suala keçməmişdən öncə Buyurun, əlavəniz varsa. Elanda qeyd olunan işğaldan azad olunmuş ərazilər icazə ilə bağlı bildirim ki, MyGov platformasında artıq bir müddətdir ki, bir neçə aydır ki, bu funksionallıq da mümkündür və çox rahatdır. Niyə? Bunu qeyd edeyim. Bilirik ki, biz Qarabağ və ətraf rayonlarına səfər edəndə bir neçə şəhərə gedirik. Həmçinin ailə üzvləri, nəqliyyat vasitəsi və sair məlumatlar daxil etməliyik. Biz çalışdıq orada daha da rahatlaşdıraq vətəndaşların işini və ailə üzvlərini sistem özü təklif edir. Bir neçə şəhər seçmək olur. Yəni nəqliyyat vasitəniz varsa avtomatik görürsüz, əlavə etməyə ehtiyac yoxdur. Bu formada bir kiçik elan da vermək istədim. Həyat hadisələri ilə bağlı qeyd edeyim ki, biz ümumiyyətlə hal-hazırda 10-11 həyat hadisəsi üzrə çalışırıq, belə deyək, rəqəmsallaşdıraq bütün vətəndaş təcrübəsini. Bunlar əsasən ailə qurmaqdır, valideyn olmaqdır, təhsil almaq, məşğulluq, sağlamlıq, nəqliyyat vasitəsi almaq, daşınmaz əmlak almaq, təqaüdə çıxmaq, ailə üzvünün vəfatı, Azərbaycana köçmək və biznes qurmaq. Bu istiqamətdə, yəni bu həyat hadisələridir və hər bir həyat hadisəsinin tərkibinə bir sıra dövlət qurumlarının təqdim etdiyi xidmətlər daxildir və bu xidmətlərin bəziləri rəqəmsallaşıb, bəziləri üzərində hal-hazırda işlər gedir. Dövlət qurumları öz texniki infrastrukturu üzərindən bu xidmətləri biraz öncə qeyd etdiyim milli məlumat sistemi olan Digital Bridge sisteminə inteqrasiya edirlər. Ondan sonra MyGov platforması onun dizayn və istifadəçi təcrübəsi baxımından daha da rahatlaşdırıb vətəndaşlara təqdim edir. Belə, yəni ümumilikdə həyat hadisələri bunlardır, amma bu həyat hadisələrinin də içində biz belə deyim, o məqsədi qoymamışıq ki, hökmən hansısa həyat hadisəsini tam rəqəmsallaşdıraq. Biz baxırıq hər həyat hadisəsi üzrə vətəndaşların ən çox əziyyət çəkdiyi, daha çox belə deyim, bürokratik prosedurlarla üzləşdiyi, fiziki olaraq bir neçə dəfə qurumlara gedib gəldiyi məqamlar olduqda çalışırıq onlara prioritet verək ki, vətəndaşlar daha rahat xidmət, dövlət və vətəndaş arasında olan bu kommunikasiya sadələşsin, rahatlaşsın. Aydındır. Bəs vətəndaşlar MyGov üzərindən rəqəmsal xidmətlərdən sənəd və məlumatlardan necə istifadə edə bilər və bunun hüquqi qüvvəsi nədir? Çox yaxşı sualdır. Bilirsiniz niyə görə? Çünki bir çox dost və tanışlarımdan eşidirəm ki, ola bilər ki, mənim MyGov üzərindən göstərdiyim hər hansı bir sənəd qəbul olunmasın. Ötən dövrlərdə mən də bununla çox tez-tez rastlaşırdım, amma son artıq bu il ərzində mən deyə bilərəm ki, elə bir
qurum, istər özəl təşkilat olsun, istər dövlət təşkilatı olsun, biz ora gedəndə şəxsiyyət vəsiqəsini üzərimizdə götürək. Çünki buna ehtiyac olmur. MyGov üzərindən təqdim olunur. İstər sadəcə göstərmək olar, istər QR vasitəsilə paylaşmaq olar. Belə bu asan xidmətin özündə nəzdində bu çox rahat qəbul olunur. Ümumiyyətlə onu qeyd edeyim ki, qanunvericilik çərçivəsində də MyGov üzərindən göstərilən sənədlərin tam hüquqi statusu var və xüsusilə şəxsiyyət vəsiqəsi haqqında qanunda belə qeyd olunub ki, bu sənədlər elektron hökumət informasiya sisteminin alt sistemi üzərindən təqdim olunursa, tamamilə hüquqi statusu vardır. MyGov həmçinin elektron hökumət informasiya sisteminin bir alt sistemidir. Ümumilikdə MyGov üzərindən 70-ə yaxın bunun kimi sənədlər var. Yəni təkcə şəxsiyyət vəsiqəsi deyil, həm ümumi vətəndaş pasportudur, sürücülük vəsiqəsidir, tələbə kartlarıdır və yaxud doğum haqqında şəhadətnamədir, nikah haqqında məlumatlardır. Hətta bir sıra universitetlərdə artıq tələbə kartı əvəzinə MyGov üzərindən istifadə edirlər. Biz özümüz belə ezamiyyəyə gedəndə ölkə daxili uçuşlarda belə artıq hava limanında şəxsiyyət vəsiqəsinə ehtiyac olmadan MyGov-dan istifadə edirik və kifayət qədər də heç vaxt da bununla əlaqədar bir problemlə üzləşməmişik. Aydındır. Bəs MyGov hökumət platforması təqdim etdiyi xidmətlərlə ətraf mühitə və kağızsız hökumətə verdiyi töhfə, hökumət konsepsiyasına hansı töhfələri verir? Bilirsiniz, əslində xidmətlərin rəqəmsallaşdırılması artıq bu belə deyim kağızsız hökumətə bir töhfədir. Çünki hansısa bir fiziki quruma getmir vətəndaş. Vaxt itkisinin qarşısını alır. Tamamilə düzdür. Dövlət qurumlarının özləri bir növ qənaət edirlər həm maddi, həm resurs baxımından. Həmçinin də kağız istifadə olunmur. Elə bizim biraz öncə qeyd etdiyim rəqəmsal sənəd dövriyyəsi sistemi bu nədir? Bunun haqqında kiçik bir məlumat verim. Ümumilikdə ölkə üzrə 2900-ə yaxın dövlət qurumu artıq inteqrasiya edilib. Yəni demək olar ki, bütün dövlət qurumları inteqrasiya olunub. Onların hər birinin daxilində elektron sənəd dövriyyəsi var ki, bu məktublaşmadır əsasən, tapşırıqlardır və s. Bunların hamısı hal-hazırda rəqəmsal sənəd dövriyyəsi üzərindən kommunikasiya olunur bir-birləri arasında da. Yəni qurumlar, nazirliklər, icra hakimiyyəti orqanları, onların alt qurumları, təhsil müəssisələri və s. Və hal-hazırda mənim əlimdə bir rəqəm də var ki, 2 milyona yaxın paket göndərilib bu sistem üzərindən. Bunun içində kifayət qədər məktublar deməkdir. Və beynəlxalq bir araşdırma var idi. O araşdırmanın standartına uyğun olaraq deyə bilərik ki, təkcə bu sistem 4000-ə yaxın ağacı qurtarıb. Çünki kağız 4000-ə yaxın ağac kəsilməli idi ki, bu kağızlar məktublara çevrilsin. O məktublar da həmin elektron sənəd dövriyyələri olmadan fiziki olaraq çatdırılsın. Əslində gözəl müqayisədir. Burada həmçinin bir dənə də əlavə edeyim. Biraz öncə qeyd etdiyim əslində bu MyGov üzərindən artıq rəsmi məktub göndərilməsi, müraciət göndərilməsi də kifayət qədər xidmət edir kağızsız hökumətə. Çünki hal-hazırda bir sıra bu bildirişlər və dövlət tərəfindən göndəriləndə təbii ki, bildirişlər qeyd etmək istəyirəm. Vətəndaşlara milyonlarla rəsmi kağızda məktublar göndərilir. Bu istər borc haqqında olsun, istər hansısa məhkəmə işi ilə əlaqədar olsun. Və bunlar hamısı kağızda göndərilir. Bu dövlət qurumları üçün kifayət qədər xərc deməkdir. Həm kağız sərfiyatıdır, həm vaxt itkisidir. Çünki o kağız gedib vətəndaşa çatana qədər kifayət qədər vaxt alır və bir də o məsələ var ki, ünvanlarla bağlı problemlər ola bilər ki, gedib ünvana çatmasın. Bu arada onu bizim qeyd etdiyimiz vətəndaş kabineti MyGov üzərindən istənilən dövlət qurumuna müraciət və yaxud qurumdan sənə müraciət artıq rəqəmsal formada, elektron imza ilə birbaşa anında, yəni saniyələr ərzində vətəndaşa çatır. Yəni kifayət qədər belə deyim, kağızsız hökumət prinsipinin təməlini qurmuş oluruq. Aydındır. Bəs platformada təqdim olunan xidmətlərin təhlükəsizliyi və platform məlumatların qorunması, oradakı məlumatların qorunması necə təmin olunur? Yaxşı sualdır. Bilirsiniz, hal-hazırda MyGov platformasına daxil olmaq əvvəllər dediyimiz digital login bir sistem var idi. Onun adını MyGov ID-yə rebranding etmişik. Hal-hazırda MyGov ID vasitəsilə daxil olmaq olur yalnız. MyGov ID-dəki elektron imza və autentifikasiya, yəni dövlət tərəfindən akkreditasiya olunmuş sistemlər
vasitəsilə vətəndaşları eyniləşdirib buraxır sistemə. Daha sonra vətəndaş istəyərsə 2 mərhələli autentifikasiyanı da qoşa bilər. Yəni bir dəfəlik şifrə gəlir telefona və s. və daxil olur. Ümumiyyətlə isə MyGov dövlət qurumları ilə arasındakı kommunikasiyanı xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin şəbəkəsi üzərindən qurub. Yəni qeyd etdiyim bu xüsusi dövlət xidməti təmin edir məlumatların bəli şəbəkə üzərindən qorunması, həmçinin məlumat bazalarımız və datalarımız hökumət buludundadır. Yəni G-Cloud deyilən bir infrastrukturdadır. İRIA özü daxildə ISO 27001 informasiya təhlükəsizliyi standartını tətbiq edir və ümumiyyətlə məlumatların qorunması bir sıra qanunvericilik aktları çərçivəsində də təmin olunur. Bura daxildir fərdi məlumatlar haqqında qanun, informasiya və informasiya mühafizəsi haqqında və sair qanunvericilik aktları təmin olunur. Xüsusi bir məqamı da qeyd edeyim, heç bir halda vətəndaş məlumatları üçüncü tərəflərlə paylaşılmır. Biz bu yaxınlarda rəqəmsal razılıq funksionallığını genişləndirmişik MyGov üzərindən. Bu nə deməkdir? İstənilən dövlət qurumu və yaxud özəl təşkilatlar vətəndaşların fərdi məlumatlarını sorğulaya bilər, sorğulayır da və bu aylarla, illərlə də bu funksional işlək idi. Sadəcə vətəndaşlar bir növ tam məlumatlı olmurdular. Biz son dönəmdə özəl təşkilatlara münasibətdə istənilən məlumat sorğulanması anında vətəndaşa bildiriş göndəririk. Ki, bəs filan bank, məsələn, sənin fərdi məlumatlarını sorğulayıb, məlumatın olsun və vətəndaş istəyirsə belə daxil olub onu bloklaya bilər, məhdudlaşdıra bilər. Ola bilər hansısa bankdır, kredit arxivinə falan baxır. Baxır və orada hansısa bir xidmət təklif etmək istəyir. Burada qəbahət yoxdur təbii ki, amma biz vətəndaşlara tam belə deyim azadlıq verməyə çalışırıq ki, istəyirsə fərdi məlumatını və yaxud məşğulluq haqqında, məsələn, əmək haqqı məlumatını istəmir heç kim görsün. Hər hansı bir bank bunu sorğulasın. Girir, bloklayır və bloklamaya müəyyən müddət qoyur və yaxud fərqli müəyyən kateqoriya üzrə bloklayır. Bəs özü müraciət etsə ki, banka onun tarixçəsini çıxartsınlar, o zaman açır onu yenidən. Bəli, tamamilə düzdür. Orada özünün razılığı alınır. Bank tərəfindən rəsmi, yəni onun razılığı alındıqdan sonra müraciət olunur və amma MyGov-da onu bloklayıbsa heç bir halda yenə də məlumat sorğulana bilməyəcək. Girib onu açmalıdır. Ona görə bu baxımdan yəni məlumatların qorunması və ümumiyyətlə fərdi məlumatlara olan belə deyim, həssasiyyət çox vacibdir MyGov-da. Aydındır. Bəs təqdim olunan xidmətlərdə süni intellekt və avtomatlaşdırma necə tətbiq olunur? O barədə də məlumat verərsiniz. Bəli. Süni intellekt hal-hazırda indiki dönəmdə çox vacib bir tendensiyadır. Təbii ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi adından da göründüyü kimi biz burada kənarda qala bilməzdik və biz artıq uzun müddətdir bu istiqamətdə düşünürük, nəinki düşünürük, təhlillərimizi aparırıq və artıq belə deyim, istismara verdiyimiz həllər də var. Amma ondan savayı qeyd edeyim ki, biz qlobal IT şirkəti olan EPAM Systems şirkəti ilə əməkdaşlıq etmişik və bunun özü böyük nailiyyətdir ki, o şirkət sırf bizimlə əməkdaşlıq çərçivəsində Azərbaycanda öz nümayəndəliyini belə açıb və onlarla birlikdə biz süni intellektin tətbiqi üzrə artıq layihəyə başlamışıq. Bu layihənin ilk mərhələsi sadə chatbotun qurulması olacaq. Düzdür, bizdə hal-hazırda MyGov-da artıq süni intellekt əsasında işləyən bir chatbot var. Web platformaya daxil olan vətəndaşlarımız bundan artıq yararlana bilərlər. Yəni istənilən suallar ola bilər ki, uşaq pulunu necə ala bilərəm və yaxud nicah haqqında arayışı necə əldə edə bilərəm və s. və yaxud məndə filan hadisə baş verib, bunun üçün nə etməliyəm? Artıq chatbot süni intellekt əsasında qanunvericilik məlumatları əsasında gedir, cavabları FAQ-lar hazırlayıb yəqin ki, sistem. Eynən, tamamilə düzdür. Daha çox verilən suallar belə deyək. Bəli, tamamilə düzdür. FAQ-lar əsasında LLM deyilən süni intellektin bir alqoritması o cavabları formalaşdırır və vətəndaşa təqdim edir. Amma EPAM-la qeyd etdiyim layihəyə qayıtsaq, biz ilkin mərhələdə o chatbotun təkmilləşdirilməsi üzərində işləyirik, amma ondan sonra daha maraqlı hissələr başlayır. Bu nədir? E-advisor deyirik. Yəni artıq vətəndaş MyGov-a daxil olduqdan sonra süni intellekt başa düşəcək ki, bu vətəndaşın hal-hazırda həyat hadisəsi
ətrafında hansı addımdadır və ona hansı sənəd lazım ola bilər və yaxud onun deyək ki, ailə qurub növbəti addımda nə etməlidir? Məsələn, ipotekaya müraciət etməlidir və yaxud övladı ilə əlaqədar hansı bir sənədə müraciət etməlidir və yaxud bəlkə də özü müraciət etmədən bunu süni intellekt onun razılığı əsasında edə bilər. Yəni bu tip personalizasiya olunmuş xidmətlərə keçid edəcəyik, amma indiki mərhələdə hal-hazırda artıq işə başlamışıq və bu ilin sonuna, gələn ilin əvvəlinə artıq yenilənmiş chatbotu istismara verəcəyik. Aydındır. MyGov platforması beynəlxalq bəs rəqəmsal dövlət xidməti təcrübəsinə necə uyğunlaşdırılıb? Bəli, biz əsas izlədiyimiz beynəlxalq indeks var. E-Government Development Index, EGDI deyirik buna. Bu EGDI tələbləri çərçivəsində bir sıra xidmətlər və ya yanaşmalar tətbiq olunmalıdır platformalara, yəni dövlət hökumət platformalarına. Və biz çalışırıq ki, bu beynəlxalq təcrübədə ən aparıcı, ən müasir həlləri tətbiq eləyək. EGDI-nin tələblərinə uyğun, məsələn, ən məşhurlarından biri odur ki, mobil uyğunluq və responsive web dizayn olsun. Yəni bu o deməkdir ki, platformaya daxil olduqda istər mobil telefondan, istər webdən, yəni vətəndaş o çaşqınlıqla üzləşməsin, əməliyyatlar yadda saxlansın, vətəndaşın bu dövlət xidmətinə müraciət tarixçəsi olsun, statusları haqqında məlumatlar alsın. Bunların hamısı MyGov-da mümkündür. Yəni istənilən dövlət xidmətinə müraciət etdikdə artıq xidmət hansı statusdadır, dövlət qurumu tərəfindən məsələn baxılır, təsdiqləndi və yaxud imtina olundu, səbəbi nədir? Yəni bu ardıcıllığı göstərən funksionallıqlar var. Axtarış funksionallığı kimi tələblər var. Axtarış funksionallığını biz bu arada süni intellektlə əlaqələndiririk bu yaxın zamanda. Bir çox belə deyim, tələblər üzrə biz çalışırıq uyğunluğumuzu təmin edək. Aydındır. Bəs gələcəkdə platformada hansı yeni xidmətlərin təqdim olunması planlaşdırılır və mövcud xidmətlərdə hansı təkmilləşdirmə işləri nəzərdə tutulur? Bu barədə də son olaraq məlumat verərdiniz. Bəli. Biraz öncə qeyd etdiyim kimi 400-ə yaxın dövlət xidməti var MyGov-da. Bunların əksəriyyəti dövlət xidmətlərinə birbaşa yönləndirməklə həyata keçirilir. Yəni o da vətəndaşın MyGov platformasından digər platformaya keçidi və yaxud MyGov-un daxilində hər hansı bir digər platformanın ekranını görməklə nəticələnir ki, biz məsələn təkmilləşdirmə istiqamətində çalışırıq bu xidmətlərin içindən prioritetli olanları API üzərindən inteqrasiya eləyək. Yəni vətəndaşlar birbaşa MyGov-da bundan yararlansınlar. Daha sonra bir sıra dövlət qurumlarında hələ də qalmış, amma MyGov-a gətirmədiyimiz xidmətlər var ki, onların üzərində çalışırıq. Bu həyat hadisələri çərçivəsində bir sıra xidmətlər ola bilər. Nəqliyyat vasitəsinin alqı-satqısı, daşınmaz əmlakın alqı-satqısı, notarius tərəfindən, yəni başdan başa rəqəmsal formada təsdiqi və s. və ilaxır. Yəni bu istiqamətdə vətəndaşların ən çox istifadə etdiyi və hal-hazırda fiziki olan xidmətlərə prioritet verməklə çalışırıq yeniliklər gətirməyə davam edək. Emil bəy, təşəkkür edirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz və bizim dinləyicilərə qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirdiniz. Çox sağ olun. Sağ olun. Siz sağ olun. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Bugünkü qonağımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Məhsulların İnkişafı Departamentinin müdiri Emil Rüstəmov idi. Biz MyGov platformasında son yeniliklər barədə danışdıq. Aparıcı isə mən idim, Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda, eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal dialoq. Yaşad Fondu şəhid övladlarının təhsil haqqının qarşılanmasına dəstək olur. Şəhid Anar Nağıyevin oğlu